Deməli uşaqlar, rasional bərabərlikdə 4-cü bölmə izahı ilə davam edirik. Rasional bərabərlikdə baxırıq hansına? Bu sıfırlarını yazırıq yenə də. Sıfıra çevirən qiymətləri 5 ilə -2 deyilmi? Bəli. Belə. Deməli bizə nə istəyir? 5-dən yuxarı verdikdə mənfi alırıq. -2 5 arası verdikdə. Bax, -2 5-ə 0 götürürəm. X ilə 0 qoyanda müsbət alırıq, düzdürmü? Bəli, müsbət alırıq. Bir də ki, -2-dən kiçik verdikdə də mənfi alacaq. Bizdən soruşur. Aralıq soruşur. Bizdən kiçik və 0 soruşur, düzdür? Nəyə baxırıq? Mənfi sonsuzluqdan -2-yə birləşir 5 müsbət sonsuzluq. Amma -2 aid deyil ha. 5 müsbət sonsuzluq. Amma -2 aid deyil, çünki sıfıra çevirir. Ona görə ən böyük təməlli -3 olmuş olacaq. Üçüncü sualda 2 böldü, köşdə 7 böldü. Köşdə 7 böldü. Deməli sürətimiz mənfidir. Onda məxrəcimiz də mənfi olmalıdır ki, kiçik yox ha, məxrəc 0 olmaz. Buradan da x kiçikdir 1/3-də 1-dən kiçik olmalı ki, ifadə müsbət versin. Böyük bölü 0 versin. Cavab D variantı. 5-ci sualda 2 köşdə 2 böldü, 3 böldü. 3 böldü. Onda deməli sürət mənfidir. Onda məxrəc müsbət olmalıdır ki, ifadə düz versin. -4x böyükdür -5-dən. 4x kiçikdir 5-dən. X də kiçikdir 1/4-də 1-dən. Cavab B variantı olmuş olacaq. 7-ci sualda. Deməli, yenə də -3 ilə 2-ni qeyd edirsiniz. Sıfıra çevirən qiymətlərini qeyd edirsiniz. 2-dən böyük verəndə müsbət, mənfi, müsbət. Bizdən müsbət soruşur. Mənfi sonsuzluqdan -3-ə daxil deyil. 2-dən müsbət sonsuzluğa cavab A variantı. 9-cu sualda deməli 10-u atırıq bu tərəfə. 100% 10-u bu tərəfə atmalıyıq. Çarpaz vurmaq işimiz yoxdur. X ortal məxrəc x kvadratı çıx 10x plus 25 eləyirmi bizim sürətimiz? Bəli, eləyir. Sürət x minus 5-in kvadratının açılışı deyilmi? Bəli. Deməli, sıfıra çevirən qiymətlərini yazırıq. 0 ilə 5, belə. Uşaqlar, biz deyirik ki, 5-dən böyük 6 verəndə müsbət alacağıq. Amma burada müsbət olacaq. Niyə müəllim? Çünki təkrardan köçdü x minus 5 kvadrat olduğuna görə. Burada mənfi. Bizə nəyi soruşur? Sıfırdan kiçik bərabərlik soruşur. Mənfi sonsuzluqdan sıfıra, sıfır daxil deyil çünki məxrəc sıfır eləyir. Bir də ayrıca 5 özü də, x-ini 5 qoyanda da sıfır eləyirmi? Bəli, eləyir. Demək cavab olacaq A variantı. 11-ci sualda deməli sürətimiz mənfidirsə, onda məxrəcimiz müsbət olmalıdır ki, bu şərt ödəsin. X də kiçikdir 2-dən. X 2-dən kiçikdir. Cavab B variantı. Sonra burada bizim məxrəcimiz 13-cü sualda həmişə müsbətdir. Həmişə müsbətdir. Onda sürətimiz mənfi olmalıdır ki, ödəsin. Bu da bir köşələr nədir? -2 2 deyil, vuruqları ayırsaq. Bəli. 3 verəndə müsbət, mənfi, müsbət. Bizə nəyi soruşur? Mənfi soruşur. -2 2 ilə əksi daxildir. B variantı. Eyni 15-ci sualda eyni sualdır. -5 ilə 7 bunun sıfırlarıdır. 7-dən böyük verəndə mənfi. -5 ilə 7 arası verəndə müsbət, mənfi. Bizdən şeyləri soruşur. Müsbəti soruşur. Yəni ödəyən ən kiçik müsbət təmədə 8-dir də uşaqlar. Mənfi sonsuzdan -5-ə, mənfilərə baxmırıq. Müsbət soruşduğu üçün 7-dən müsbət sonsuzluğa da 8-dir. 17-ci sualda müəllim onsuz da x kvadrat plus 9 onsuz da müsbət olacaq. Amma hər ehtimala biz 1-i atırıq bu tərəfə. Böyükdür 0-dan. X kvadrat plus 9 həmişə onsuz da müsbət olacaq. X plus 15 çıx x kvadratı çıx 9 böyükdür 0-dan. Bu müsbət olduğu üçün sürətdə müsbət olmalıdır. Ardıcılı yazıram. -x kvadratı plus 2 plus 6 böyükdür 0-dan. Mənfiyə vururam. Kiçikdir 0-dan. 3 və -2. Cavab elə 3 və -2 arası. Bayaqdan neçə dəfə izah eləmişik əvvəlki bölmələrdə. 3-dən -2. Ən böyük təməlli 2. Çünki heç biri aid deyil axı bunların. Ən böyük təməldə 2 ödəyəcək. 19-cu sualda sıfıra çevirən qiymətlərini yazırıq. Deməli, biri -3'dür, biri -1'dir, biri 0'dır. X var axı. Bir də 2'dir. Belə. 2-dən böyük 3 veririk, müsbət. 1 veririk, mənfi. Ümumiyyətlə, mənfi, müsbət. Belə. Mənfi, müsbət. Bizdən mənfi sən soruşur. -3'dən -1'ə 0-2 arası cavab A variantı olmuş. Olacaq hələ ki asan gedir misallarımız. Eyni sual. Burada sadəcə təkrarlanan kökümüz var. Nədir müəllim? X-in kvadratı var. Mötərizənin sol tərəfində surətdə. Deməli, -4 sıfırlarını yazırıq. -4, -3, 0, 4.
x kvadrat çıxı 16'nın kökləri mənfi 4 ilə 4 deyil. Bəli. 5 verəndə biz sadəcə olaraq bura bir dənə t yazırıq. 5 verəndə müsbət alırıq. Mənfi, mənfi, müsbət, mənfi. Bizdən 0 soruşur. Ən böyük tam əlini soruşursa, ən böyük tam əlini soruşur. Bax, diqqətli olaq. Mən olsam sizin yerdə bura baxmaram. Çünki bu tərəfdə daha böyükləri var da. Deməli, mənfi 3-dən 0-a, 0-dan 4-ə. Heç biri aid deyil. Ən böyük tam əli 3-dən. 3 verəndə cavabı mənfi alacaq. Gördünüz nə bir şey? 23'də 2x plus 7 minus 16 olacaq onda bu. Minus 2x minus 1 kiçik bərabərdir 0'dan. Ya da plus olacaq da onda bu. Bunda bu plus olacaq da. Çünki mənfi 16'nın mənfisini qabağa atanda, bu tərəfə atanda plus olur da əlbəttə ki. 2x plus 1. Deməli 2x plus 7'ni vururuq 2x minus 1'ə. Üstünə də 16'nı gəlirik. Kiçik bərabərdir 0'dan yazırıq. Olur belə. 2x plus 1. Allah xeyir eləsin. 4x kvadratı çıx 2x plus 14x çıx 7 plus 9 yazırıq promoy. Kiçik bərabərdir 0'dan. Olur 4x'in kvadratı plus 12x plus 9 bölünsün 2x plus 1 kiçik bərabərdir 0'dan. Əla. Sürətin köklərini tapaq da onda. Vay tapım. Şifayı tapım deyim. 4'ə bölək. 4'ə vuraq. Cəmi mənfi 12 hasili də şeydə pis rəqəmləri alırıq. Olsun. Mənfi 6'nın kvadratı 144 çıxsın 16. Hə, 0 olur da bu. Bir dənə kökü var. Mənfi 12 üzərinə gəlinsin 0. Mənfi 12 bölünsün 8'ə. Mənfi 1,5 alırıq. Mənfi 1,5'də belə yazırıq da. X plus 1,5 amma 2x plus 3. Yaxşı, bu yazımı tam başa. Bu diskriminantı 0'dır. Bir dənə kökü var. Bir dənə kökü də mənfi 1,5'dir. Kökünü tapdım. X plus 1,5 yazmalıyıq. Bölünsün 2x plus 1 kiçik bərabərdir 0'dan. Sıfırlarını qeyd etsək, mənfi 1,5 və mənfi 2'də 1. Tap. 2'də 1'dən ümumiyyətlə də bax, mənfi arasını soruşursa, biz demişdik də, mənfi arası soruşursa köklər arasına baxmalıyıq. Bu köklərin arasıdır. Yəni bunlar 100% müsbət verəcək. Mənfi 1,5 daxildir. Amma mənfi 2'də 1 daxil deyil. Niyə müəllim? Çünki məxrəc sıfıra çevirir. Belə bir ədəd var, cavab varsa budur. Səhv mi dedim? Nə istər hesabladıq deyəsən? Mənfi 2'də 3. Niyə aid deyil mənfi 2'də 3? Mənfi 1,5. Bir dəqiqə. Nə istər yaza bilərəmmi? Mənfi 1,5. Mənfi 2'də 1. Mənfi 1'dən böyük 0 verəndə. 0 verəndə 7. 0 verəndə 16 düz ödədi. Mənfi 1,5'də mənfi 2'də 1 arası. Mənfi 1 verəndə 5. Mənfi 1 verəndə 6'nı o da ödədi də. Ödür ya musun? Bir dəqiqə. Deyəsən bir də yazmalı olacağım. Deməli 2x plus 7 deməli üstənsin 16 bölünsün 2x minus 1'ə. Kiçik bərabərdir 0'dan. 2x minus 1. 2'də 1'dir bunun kökü. Mən niyə mənfi 2'də 1? 2'də 1'dir bunun kökü ay qardaş. Məxrəcin kökü 2x plus 1 yazmışam. Bunu səhv yazmışam ya burada. 2x minus 1'dir bu. O yüzden 2'də 1 olur. 2'də 1 də aid deyil. Cavab C variantıda. C variantı olmur. Neyse o yazaq. 2x minus 1. Ona göre səhv edilmişdir də 2x plus 7'ni vururuq 2x minus 1'ə. Üzərinə 16 kiçik bərabərdir 0'dan. 4x'in kvadratı çıx 2x plus 14x plus 9 2x minus 1 kiçik bərabərdir 0'dan. 4x kvadratı plus 12x plus 9 bölünsün 2x minus 1 kiçik bərabərdir 0'dan. Bu. Diskriminant 0'a bərabərdir. Mənfi 12 bölünsün 2a'ya.
Mənfi 12 2'ye 8. Mənfi 1,5. Mənfi 1,5 olur. Yani x plus diskriminant sıfıra bərabərdir. X1 elə x bərabərdir. Mənfi 12 bölünsün 2a'ya. 8'e mənfi 1,5. X plus 1,5. 2x minus 1 kiçik bərabərdir 0'dan. Bu olur mənfi 1,5 ilə 2'də 1 arası. 2'də 1'dən böyük 1 verəndə. X'ini 1 qoyanda müsbət. X'in yerinə 0 qoyduqda mənfi. Bu da olacaq, yəni ki, müsbət olacaq da burada. Çünki mənfi məsələn 2 qoyduqda mənfi müsbət verəcək. Düpbədüz. Bizə nə mənfi yazsın? Mənfi 1,5. Mənfi 1,5 2'də 1. Mən düz tapıram. Bunlar səhv veriblər. C variantı. Cəmi cavab C variantı olacaq. Çünki 0 verdi 2'də. Cavab C variantı olacaq. Mən burada C variantı tapıram. Yəni ki, bunlar işarə səhv ediblər burada. 25-ci sualda. Cəmi 3 hasili 2 olsun, mənfi 6 olsun. 3'dən 2'də, 3'dən mənfi 2, x minus 3, x plus, yox, hələ biz bunu suya atmalıyıq hələ. Mənfi 2'dir bu. Deməli, x qalır yerində, x kvadratı çıx, x çıx 6, plus 2x yazıram bir dəfənə, böyük bərabərdir 0'dan. X kvadratı plus x çıx 6 böl x böyük bərabərdir 0'dan. Mənfi 3 və 2, mənfi 3 və 2, böyük bərabərdir 0'dan. Sıfırlarını qeyd edirik. Mənfi 3, 0, 2'ni qeyd edirik. Deməli, 2'dən böyük müsbət, mənfi, müsbət, mənfi. Deməli, olacaq belə. Müsbət hissəsini soruşursan, mənfi 3'dən 0'a, mənfi 3 daxil, mənfi 3 elə. Cavab eyvan. Çünki mənfi 3 öz daxildir, böyük bərabərdir 0 olduğuna görə. 27-ci sualda. 3 pi'dən kiçik olduğu üçün sürət mənfidir. Sürət mənfidirsə, deməli, məxrəc də mənfi olmalıdır ki, minus 10, məxrəc də mənfidir. Mənfi 5 və 2 arası. Bitti getdi. Cavab E variantı. 28-ci sualda 1 bölün 28 üstüne 29 deyildi. X bölünsün x minus 1 minus 2 bölünsün x minus 1 kiçikdir 0'dan. X minus 1'i ortaq məxrəc. X'i vururuq x minus 1'ə. Yox. Nə danışıram? X'dən çıxırıq 2'ni kiçikdir 0'dan. Kökləri 1 və 2'dir. Kök arası olacaq, çox hoşuma gəlir. 2'dən böyük müsbət, mənfi, müsbət. 1-2 arası. Cavab C variantı. Kökü 3'dən kiçikdir. Kökünü tapaq. X'i tapaq. Bura var. 2a çıx 1 bərabərdir mənfi 5'ə. X'i tapanda mənfi 5'i 2a minus 1'ə bölmürük mü? Kökünü tapdıq mı? Tapdıq. Deyir, 3'dən kiçik olsun. Kiçik 3 götür əldə də. Mənfi 5 bölünsün 2a minus 1 çıx 3 kiçikdir 0'dan. 2a minus 1 mənfi 5 çıxsın 6a plus 3 kiçikdir 0'dan. Olur belə, mənfi 6a çıx 2 bölünsün 2a çıx 1 kiçikdir 0'dan. Olur belə, mənfi 2-ci türə çıxardanda 3a çıx 1, 3a plus 1. Niyə çıxardıram? Hiç çıxartmıyorum şöyle. Sıfırlarını tapaq da promoyu. Deməli, biri nə olur? Mənfi 3'də 1. Bir də 2'də 1 də köklər, düzdür mü? Sıfıra çevirən qiymətləri. Belə. 2'də 1'dən böyle 1 verəndə. Deməli, 2'də 1'dən böyle 1 verəndə. 1 verəndə mənfi 6, mənfi 8, mənfi, müsbət, mənfi. Bizə nə mənfi sən soruşur da. Mənfi sonsuzluqdan mənfi 3'də 1'ə, 2'də 1'ə cavab D variantı eləmiş olacaq. 33-cü sualda. Uşaqlar, diskriminant məxrəcdə 0'dan kiçik olduğunda, bu suallara məntiq ilə baxın 33-cü suala. Məxrəc diskriminant 0'dan kiçik olduğuna görə A'mız da müsbətdir. X'in kuvvetlənmiş halı müsbətdir. X'in yerinə nə qoyursunuz qoyun, həmişə müsbət alacaqsınız. Deməli, məxrəc getdi. Məxrəc həmişə müsbətdir. Onda bizim surətimiz mənfi olmalıdır ki, ifadə düz versin. Kiçik ölçü 0 versin. Bu da mənfi 3 arasıdır. Tabi ilə mənfi 3 arası. Bitti getdi. Müsbət, mənfi, müsbət, mənfi 3 arasında hər ikisi daxildir. Sonra burada x kvadratı çıx 4, 2x kvadratı çıx
13 çıx 2 böyük bərabərdir 0-dan. Özürsən böyükdür 0-dan. X kvadratı çıx 4. 2x kvadratı çıx 13 çıx 2x kvadratı plus 8 böyükdür 0-dan. Bunlar xoş getdilər. Mənfi 5 bölünsün x kvadratı çıx 4 böyükdür 0-dan. Sürət mənfidir. Məxrəcdə mənfi olmalıdır. Deməli olacaq belə. X'in kvadratı nə zaman 4-dən kiçikdir uşaqlar? Mənfi 2, 2 arasında olmurmu bu ifadəmiz? Mənfi 2, 2 arasında. Mesela mənfi 3 versək kvadratı 9, 4-dən kiçik deyil də. Belə şeyləri göydə tutun. Mənfi 1, 0, 1, 3 dənə tam qiymətində cavab A variantı. Gəldik bura. Təşkildən kök. Əvvəlcə belə eləyək. Sürətin kökləri, vuruqları. Mənfi 2 ilə 1 deyilmi? Bəli. Gəldi x plus 3'ün kvadratı vur x vurulsun x minus 5. Nə sıfırları gördün yazdırıb şeydə. Deməli mənfi 3'ü gördüm. Mənfi 2'ni gördüm. 0'ı gördüm. 1'i gördüm. 5'i gördüm. Maşallah. Sonra ama 3 boyunca t yazdım. Çünkü x plus 3'ün kvadratıdır. 5'ten beri 6 verəndə müsbət, mənfi, müsbət, mənfi, müsbət, müsbət. Çünki təşkilatın üçün sağ və solu inşa olmalıdır. Bizdən nəyi soruşur? Kiçik deyə soruşur. Mənfi 2, 0, 0 ödəmir. Daxil deyil yəni. Bir də 1, 5 də aid deyil. Tam əllərin cəmini istəyir. Mənfi 2, mənfi 1'i, 1'i, 2'ni, 3'ü, 4'ü. Bu getdi. Yəni bundan bu getdi. Bundan bu getdi. Cavab 7 dedim ama desin 7 də yoxdur. 5 ödəmir yox. 5 önə 0 olur da. Mənfi 2 ödür. Mənfi 3 ödəmir. Mənfi 3 ödəmir. Mənfi 2 ödür. Mənfi 1 ödür. 0 ödəmədi. Tam cəmini istəyir. 1, 2, 3, 4. 5 ödəmir də düzdür. Yenə isə ödədik. Hə, mənfi 2'sini də aiz götürəcəm. Mənfi 2'ni ödədi. Mənfi 2, mənfi 1, 1 getdilər. 2 də getdi. 3-cü cavab 7 ilə deyək. Sürəti bir daha ayırırıq. X plus 2, x minus 1 düzdür. Mənfi 2 ilə gözlüyünü mən sürəti istəyirəm. Desəm beynim yorulub, izah eləməkdən. Deməli, diskriminantımız 0-dan kiçikdir sürətdə. Sürətdə diskriminant 0-dan kiçik olur. Deməli, həmişə müsbətdir. Sürət həmişə müsbətdir. Məxrəci mənfi götürməliyik ki, ifadə ödəsin. Sıfırları mənfi 3, 0, 5. Müsbət, mənfi, müsbət, müsbət. Bizdən də nəyi soruşur? Sıfırdan kiçikləri soruşur da, düzdür. Deməli, 1, 2, 3, 4, 10. C variantı. Deyəsən, beynimiz yoruldu hemen başda. Bu sualı, bundan əvvəlki bölmədə bu sualı izah eləmişdik əslində. F2 vur J2 böyükdür 0-dan. Ya hər ikisi müsbət olmalıdır, ya hər ikisi mənfi olmalıdır. Birinci halda hər ikisi müsbət olan halına baxırıq. F2'miz nə zaman müsbətdir? Mənfi sonsuzluqdan 1'ə, 4'dən müsbət sonsuzluğa qədər müsbətdir. J2'miz nə zaman müsbətdir? Mənfi 2, 3 arasında biz bunu kəsişdirməliyik. Qardaş, bax biz bunu mənfi sonsuzluqdan 1'ə qədər belə, 4'dən müsbət sonsuzluğa qədər belə və mənfi 2, 3 arası da belə. Fikir verirsinizsə, harada kəsişdilər? Demək, bunun həlli oldu. Mənfi 2 ilə 1 arası və yad saxlayırıq. Birincinin həlli budur. İkincinin də həlli. Hər ikisini mənfi götürməliyik. F2'in mənfi olan halı 1, 4 aralığıdır. J2'in mənfi olan halı mənfi sonsuzluqdan mənfi 2'yə, 3'dən müsbət sonsuzluğa qədər olan halıdır. Sonra gedirik. Mənfi sonsuzluqdan mənfi 2'yə belə, 3'dən müsbət sonsuzluğa belə, bir də 1, 4 arası. 1, 4 arasında belə. Ne zaman kəsişdilər? 3, 4 arasında kəsişdilər. İkincinin də əlli oldu. 3, 4 arası. Var mı belə cavabımız? Var. A variantı qutardı getdi. 41'də. Eyni sual değil mi 41'də? Gör qrafiki var bunun. Ha, var. Bak 41'də. F2 böl J2 böyük bərabərdir 0'dan. Ya hər ikisi müsbət olmalıdır ki müsbət versin. Bak F2 J2 bu bayaq kimi yazıram.
Ya hər ikisi müsbət olmalı ki, böyük bölündə 0 versin, ya hər ikisi mənfi olmalıdır. Bitdi, getdi. Getdik. Deməli, fx hansıdır? Hə, üzü yuxarı olan. Nə zaman müsbətdir? Mənsus. Əslində izahdır, biraz uzun çəkir, amma nə? Mənsuzdan 2-yə qədər daxildir. 4-dən müsbət sonsuza qədər. Jx nə vaxt müsbətdir? Mənfi 5 heç bir daxil deyil, çünki məxrəc mənfi olan, 0 olanmaz. Mənfi 5, 2 arası belə. İndi bu kəsişdirəcəyik, bu birinci halımız olacaq. Kəsişdirə gedək. Mənfi sonsuzluqdan 2-yə qədər belə, 4-dən müsbət sonsuza qədər belə, bir də mənfi 5-dən də 2-yə qədər belə, mənfi 5, 2 arası. Birincinin əldə ilə mənfi 5, 2 arası. Bu bir. Getdi ikincinin əlinə. Hər ikisi mənfi olan halı. Fx nə zaman mənfidir? 2, 4 arası hər ikisi daxil. Sürət 0 ola bilir. Jx'imiz nə zaman mənfidir? Jx'imiz mənfi sonsuzluqdan mənfi 5'ə 2'dən müsbət sonsuza qədər mənfidir Jx'imiz. Kəsişdirəndə görə bu nə verəcək? Mənfi 5'dən bu mənfi sonsuzluqdan mənfi 5'ə 2'dən müsbət sonsuzluğa qədər bir də 2-4 arası. 2-4 arası. 2 aiddir mi? 2 aiddir mi? Baxacağıq. 2-4 arası. 4 aiddir. 2 aiddir mi? Xeyr, 2 aiddir. Çünki 2-də Jx'imiz 0'a bərabərdir. Məxrəc 0 ola bilmirik. Deməli, indi biz nə istəyir bizdən? Nə istəyir bizdən burada? Cəmini istəyir bizdən. Deməli, mənfi 4, mənfi 3, mənfi 2. Bunun birləşməsidir. Cəmi istəyir. Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2-ni aid eləmirik. 3, 4'ü aid eləyirik. Bundan bu getdi, bundan bu getdi, bundan da bu getdi. Cavabı aldıq. Almadıq cavabı. Niyə almadıq görəsən? Mənfi 2 aldı. Ha, varmı ki cavab? B variantı. Dedim cavab mənfi 2 yoxdur. Mənfi 2 B variantı. 43-cü sualda 7 minus 8 təşkildən köçdü. Sıfırlarını yazırıq. 5 ilə 7-də bunu sıfıra çevirən düzdürmü? Düzdür. Və bu təşkildən köçdü. 7-dən böyük 8 verəndə müsbət, onda burada müsbətdir, onda burada mənfidir. Bizdən böyük sıfır soruşur. Müəllim, 5 aid deyil, 7 də aid deyil. 7-dən müsbət sonsuzluğa qədər. Bizə deyir ki, 5-10 arasında daxil olanları 6'dır tam ədədimiz, 8'dir və 9'dur. Bunları toplayırsam 23. 45-ci sualda. Qəşəng. Əvvəlcə biz bunu tərsinə çevirək. Qəşəng tərsinə çevirək. 3'də 1'in tərsi 3 verəcək. Keçsək bu tərəfə. Bu verəcək 2x minus 5 bölü 2. Bu da verəcək 5'ə. Düzdür. Hər tərəfini 2'yə vuraq. 2x minus 5 10. Hər tərəfdə 5 gələk. 15. Hər tərəfini 2'yə bölək. 7,5. 5,5 ilə 7,5 arası. Nə istəyir bizdən? Tam ədədlərin sayını tapın. 6 və 7. 2 dənə. 6 və 7. 2 dənə. 47'də. A parametrin hansısa ən böyük tam qiymətində təliyin kökü üstdən kiçik deyil. Əvvəlcə həll eləməliyik. Qardaş, biz bunu həll eləməliyik. Nə yazırıq? Yazaq da 2a plus 2x çıx a kvadratı çıx ax bərabərdir 15 çıx 7a-dır. 2x çıx ax-i saxlayıram bu tərəfdə, qalanları atıram o tərəfə. 15 çıx 7a üstə a kvadratı çıx 2a. X sola çıxardıram. 2 minus a bərabərdir a kvadratı çıx 9a plus 15 sadələşdirdik. X-də tapmaq üçün a kvadratı çıx 9a plus 15'i bölürəm 2 minus a'ya. Və deyir ki, kökü 3'dən böyük deyilsə, yəni kiçik bərabərdir 3 götürürük biz bunu. Bu qəşəng sualdır. A kvadratı çıx 9a plus 15 bölünsün 2 minus a orta müqtə getirdim. Elə bir çıx 3 kiçik bərabərdir 0'dan çıx 3 olanda da olacaq belə. Çıx 6 plus 3a. A'nın kvadratı çıx 6a plus 9 bölünsün 2 minus a. Niye mütəz yazdım bilmirəm. İndi bu sürət olur. A minus 3'ün kvadratının açılışıdır. Məxrəc 2 minus a kiçik bərabərdir 0'dan. 0'a çevirən qiymətləri 3'dən 2 deyilmi? Bəli. 2 və 3 də bunu 0'a çevirən qiymətləri.
və 3-də təkrarlanan köçdü. 3-dən böyük 4 verəndə mənfi alırıq, çünki məxrəc mənfi olur. Mənfi, müsbət. Bizdən də bu kiçik halını soruşur. 2 aid deyil. 2-dən 3 aiddir də. 2-dən müsbət sonsuza qədər. Ən kiçik tam qiymətində ən kiçik A primində hansı ən kiçik? 3-dən böyük deyil. Yox, biz hansı sola baxırdıq? A primində hansı ən böyük qiymətində? Gözlə. Biz nə səhv tapdıq? A parametrinin hansı ən böyük qiymətində? Onda yoxdur, 2 müsbət sonsuzluq tapdıq. 3-dən kiçik deyil. 3-dən kiçik deyil, kiçik verdi 3 yazmışam, ay qardaş. Ay qardaş, mən böyük bərabərlik. 3-dən kiçik, yəni 3-dən böyük bərabərlik olmalıdır. Ötədən var, böyük bərabərdir, böyük bərabərdir. Bizdən müsbəti istəyir. Mənfi sonsuzluqdan 2-yə qədər və 3 özü. Ayrıca 3 özü. Bizə deyir ki, hansı ən böyük qiyməti? 3. Elə 3-ün özündə. A-nın yerinə 3 qoyanda 0-a bərabər olmurmu? Olur da. Doğru getdi. 49-da x minus 4 sürəti x plus 4 deyə vurğulara ayıraq. Bölünsün x minus 4. Bunlar gedir. X plus 4 kiçikdir 24 çıx 3x-dən. 4x kiçikdir 24-dən 24 çıxanda 20-dən. X də kiçikdir 5-dən. Ən böyük tam qiyməti 4. 51. Şu ola desəm qutarırıq. 51. Şu ola köşdə 3 bölü 2 böyüdür. Sürət mənfidir. Onda məxrəc də mənfi olmalıdır. X kiçikdir mənfi 3-dən. Mənfi 3 daxil deyil. X ən böyük tam 50. Mənfi 3-dən kiçikdir. Cavab 1-ə C variantı. Sonra ikincində 3x plus 2-dən 3-də 1 x-i çıxacaq. Çıxılsın 3-də 1 x böyük bərabərdir. Mənfi 6-dan çıxılsın mənfi 8-dən. 8x bölünsün 3 böyük bərabərdir mənfi 8-dən. 8x böl 3 plus 8 böyük bərabərdir 0-dan. 8x plus 24 böyük bərabərdir 0-dan. Onsuz da bu müsbətdir. Deməli, sürətimiz də müsbət olmalıdır ki, müsbət versin. X də böyük bərabərdir mənfi 3-dən. 2-yə D variantı. 3-də 2 minus 3-də 5 mənfi elətdir 3-cündə. Deməli, mənfi 1 minus x kiçik bərabərdir 0-dan. 1 minus x böyük bərabərdir 0-dan. Mənfi x böyük bərabərdir mənfi 1-dən. X də kiçik bərabərdir 1-dən. Mənfi sonsuzluq 1 arası. 3-ə D variantı. 53. X'in kvadratı minus 16x plus 63 x plus 4'ün kvadratı. Buna ait misal yazdık bayaqlar. Bunun diskriminantı 0-dan kiçik olacaq məncə. Bax hələ 16-nın kvadratı 256 çıxılsın 4 vur 63. 63-ü 4-ə vuran neçə eləyir? 200, olmayacaq. Deməli. Biri 9'dur. 9'un 7'dir də. X minus 9, x minus 7. X plus 4'ün kvadratı. Təşərrüdən kökümüz var. Mənfi 4. Mənfi 4, 7, 9'u qeyd edirik. 4'ümüz, mənfi 4'ümüz təşərrüdən kökdür. 9'dan böyük müsbət, mənfi, müsbət. Soruşur 7-9 arası. 7-9 arası. Bizə soruşur. 0'dan kiçik olan halını soruşur. İstənilən, bura bax, 55'li yazıram sizin üçün. 2x kvadratı çıx 2x plus 3. Burada da x'in kvadratı plus mx çıx 1 minus 1 kiçikdir 0'dan. 2x'in kvadratı minus 2x plus 3. X'in kvadratı plus mx minus 1 minus 2x kvadratı plus 2x çıx 3 mənfi burada işarədə dəyişirək. Olur belə, mənfi x'in kvadratı plus mx plus 2x çıx 4 bölünsün 2x kvadratı çıx 2x plus 3'dən kiçikdir 0'dan. Baba. Uşaqlar, bunun diskriminantı mənfi ədəddir. İnanmırsınız, yoxlayın. Deməli, bu həmişə müsbətdir. Məxrəcimiz həmişə müsbət olacaq. A-mız müsbətdir, diskriminant 0-dan kiçikdir. Məxrəc həmişə müsbətdir. Deməli, sürətimiz mənfi olmalıdır. Plus mx plus 2x minus 4 kiçikdir 0'dan olmalıdır. X'in kvadratı çıx mx çıx 2x plus
4 kiçik ilə sıfırdan olmalıdır. Buradan x çölə çıxardanda n plus 2 plus 4 kiçik ilə sıfırdan olmalıdır. Və x'in istənilən qiymətində doğrudur deyirsə, doğrudur deyir. F-ın kiçik qiymətində deməli diskriminantımız sıfırdan kiçik olmalıdır. Belə baxıram. Bunun diskriminantını sıfırdan kiçik əldə edək. N plus 2'nin kvadratı çıxırsın. 4 vur 1 vur 4 kiçikdir sıfırdan. M kvadratı plus 4 M plus 4 çıx 16 kiçikdir sıfırdan. M'in kvadratı axı istənilən sözü varsa nə edirdik? Diskriminantı sıfırdan kiçik götürürdük. Mənfi 6 və 2. Mənfi 6 və 2. Səhv edilmişsə cavab mənfi 5. Ən kiçik tam 50 mənfi 5. Qutar getdi. 57 nə deyirəm? Gedirəm. A-nı bizə verib 2. D-ni verib 6. X-i verib. X nədir? Yox, X qalır yerinə. C-ni verib 4. X qalır yerində. B-ni neçə verib? 7. Kiçikdir sıfırdan. Sıfırlarını yazırıq. Deməli, mənfi 4, 3, mənfi 4 və 7-dir də. Belə qeyd edir. 7-dən böyük 8 verəndə müsbət, mənfi, müsbət, mənfi. Mənfidən soruşursa, mənfi sonsuzluqdan mənfi 4-ə birləşir. 3, 7 arası. Bu qədər. Sağ olun.